Rusiya Ukraynanı İranla dəyişməkmi istəyir? Gündəm xəbər nefrində 14 mart tarixidir və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Amerikanın sabiq təhlükəsizlik müşaviri John Bolton Rusiyanın yaxın şərqdəki mövcud gərginlikdən istifadə edərək Ukraynanın taleyini həll edəcək qeyri-bərabər bir razılaşmaya nail ola biləcəyini iddia eləyib. Qeyd eləyək ki, Doge telekanalına müsahibə verən Bolton Putinin zəif nöqtələrini tapmaqda DTK mütəxəssisi olduğunu və hazırki yüksək neft qiymətlərinin Kreml üçün nağılvari hədiyyə olduğunu bildirib. Boltonun sözlərinə görə Putin Trampa hər iki tərəfi ağrılı vəziyyətə salacaq paket sövdələşmə təklif eləyə bilər. Rusiya İrana kəşfiyyat məlumatlarının ötürülməsini dayandırır və qarşılığında isə Amerika Ukrayna yardımları və kəşfiyyat dəstəyini kəsir. Bolton narahatlığını ifadə edərək bildirib ki, Trump bu mübadilənin nə dərəcədə qeyri-bərabər olduğunu, eləcə də Kiyevə necə ağır zərbə vuracağını tam anlamadan bu sövdələşməyə razılıq verə bilər. Keçmiş müşavir həmçinin xəbərdarlıq edib ki, enerji bazarındakı vəziyyəti sabitləşdirmək adı altında Rusiyaya qarşı tətbiq olunan neft sanksiyaları hətta müvəqqəti olsa belə qətiyyən ləğv edilməməlidir. Çünki bu Moskvanın hərbi maşınını daha da gücləndirmiş olacaq.